Turan, hamının evini satdın. Bir dənə bu evi satan bədnay Turan. Qaqa, bunu paylaşdım. Bir neçə saata 200 minə yaxın insan baxdı. Təsəvvür elə 200 minin, 100 mini eləcə evi pisləyir. Biri yazır erməni postuna oxşuyur, biri yazır nə bilim heyvan saxlamaq olar, biri yazır Qəddafinin tutulduğu evi oxşuyur. Qaqa, çək ətrafı. Ölkəmizdə ən zəif olan evlər bunlardır, maşallah. Hamısı villadır da, inkişaf gedir. İndi kasıb da var da. Hamısı bu dənə yerini də çəksən can, gör bir belə yerdə. Qiyməti bilirsən neçədir ey? 10.000 manat. Onca bir paska. 10.000 manata. Çıxan kimi asfalt yol, kommunal xəttlərində görürsən, çıxan Bəli, kimi də hamısı asfalt yoldur. Qaqa, bir də nəyə deyirəm? Ölkəmizdə o qədər varlılar var ki, bir günə xərcləyir 10 mini də. Bəli. Alıb bir dənə kasıba hədiyyə eləsinlər. Bəli, Səhv demirəm ki. Düpbədir. Bir dəfə demişdim onu, rəydə biri yazıb evə ehtiyacım var. Bir dənə milliyyətçi qardaşım var idi, türkçü. Aldı evi hədiyyə elədi. Kimin evə ehtiyacı var, rəydə yazsın. Qoy sən də göstərim də, maşallah yaraşıqlı olan. Allah sağ bir paska pula elə bir sabit görərsən ki, yəni bunun bu dünyanı yox, o dünyanı fikirləş. Kimin evə ehtiyacı var, rəydə yazsın. İnşallah. Bir dənə varlı, biri çıxsın, bu evi neynəsin Babək? Pay versin qardaş, bu kasıb qardaşa, bacımıza pay versin. Nömrə də səhifədə var, elə yarın sahilə. 10.000 manat. 10.000 manata nə Verdin, neçə? Bax, bu boyda da belə həyətdir, heç torpağının yarı qiymətinə satmır. Bəli, bəli. Özümüz də bu ərazidə yaşayırıq, ərazi də ideal yer. Marşrut xəttində 100 metr.